Kodumuzu alaq, sonra başlayaq. 2022. Hadi şansım. Demək olar, qəbulda birinci suala baxırıq. Və birinci nə yazılıb? Yazılıb ki, xarici yaddaş qurğularının müəyyən et. Bu çox sadə bir sualdır əslində. FTD xarici yaddaş qurğusudur. Optik disk, floppy disk deyirlər. Tutumu 1,44 megabayt. 1,44 megabayt. Bu xarici yaddaş qurğusudur. RAM daxili yaddaş qurğusudur. Random Access Memory. ROM daimi yaddaş qurğusudur. Yəni bu da belə daxili yaddaş qurğularıdır. 2 ilə 3-ü çıxıram. Sərt maqnit disk HDD. SSD də verə bilər, HDD də verə bilər. Bunlar da nədir? Xarici yaddaş qurğusuna aiddir. 4 də götürürəm. Streamer bu da xarici yaddaş qurğusudur. Bu da 1, 4, 5. Variantlara baxıram. Keş yaddaş, nə bilim, bunlar da daxili yaddaş qurğusuna aiddir. Demək ki, 3, 4-ü çıxıram, qalır 1, 4, 5. Cavab B variantı. Gəlirəm bura ikinci suala. İkinci sualda bizə nə deyir? Deyir, hansı fikir doğru deyil? Sənəddə seçilmiş mətndən başqa bütün mətni çapa vermək olur. Baxaq görək belə bir şey varmı? A variantı şübhəlidir. Belə bir şey yoxdur. Ctrl-End düymələrini kombinasiyasını vurduqda kursor yerini cari sənədin sonuna dəyişir. Bəli. Misal üçün, mən hansısa bir cari bir sənəd yaradıram. Baxın, Word-ə girirəm. Word-də tutaq ki, bir dənə cari bir sənədi yaratdım. Bax, biri var eləcə end düyməsini vuranda. Bax, misal üçün buradayamsa, eləcə end düyməsini vuranda sətrin ən sonuna keçir. Amma Ctrl end düyməsini vuranda misal olduğu səhifənin ən sonuna keçir. Baxın, tutaq ki, burada bir neçə dənə səhifədir. Bax, burada tutaq ki, neçə dənə səhifədir. Baxaq ki, ümumi olaraq neçə dənə səhifə oldu. Burada dayanıram. 5 dənə səhifədir. Tutaq ki, mən buradan durub Ctrl End vursam, neynədir? Sənədin ən sonuna keçdi. Demək, ikinci variantımız nə imiş? Doğruymuş. Sənəddə görüş rejimləri View Length tabından dəyişdirilir. Bəli, bunu demişdim ki, View Length tabında nədir? Görüntülərdir də, Web Layout, Print Layout və bunlardır. B düzdür, C düzdür. Bizdən doğru olmayan istəyir. Səhifə nömrə lentin insert tabından verilir. Gəlin baxaq görək düzmü deyil. Baxaq insertdə nədir? Page number, vərəqi nömrələmək. Insert tabında header footer lent qrupunda var. Burada da bizə nə etmiş olur? Göstərmiş olur. Gəlirəm baxıram ki, bu da düzdür. Sonra başqa görə sənəddə müxtəlif yerlərdə olan fraqmentləri Ctrl düyməsi ilə basmaqla seçmək olar. Yəni misal üçün tutaq ki, mən eyni vaxtda buradan seçmək istəyirəm, buradan seçmək istəyirəm, buradan seçmək istəyirəm. Bəli, Ctrl düyməsini basılı tutub buradan belə seçə bilərəm. Ctrl düyməsini basılı tutub istədiyim yerdən, müxtəlif yerlərdən seçim edə bilərəm. Ctrl düyməsi sıxılı vəziyyətdə. Deməli bu dördünün də nədir? Variantları düzgündür. Gəlirəm onda bax. D-ni çıxdım, Y-ni çıxdım, qaldı A. Sənəddə seçilmiş mətndən başqa bütün mətni çapa vermək olar. Belə bir anlayış yoxdur. Bütün sənəd çap oluna bilər və yaxud da ki, bəzi sənəd nümunələri çap oluna bilər. Bir də suallar, məsələn, 2024-ün qəbul imtahanında belə bir sual düşmüşdü. Sənədə müxtəlif sərlövhələr vermək olar. Bəli, bax, header footer görürsüz. Bax, sərlövhə budur, başlıqlar, kalan titul deyirlər. Titul vərəqi budur, kalan titul dedikləri budur. Demək, burada ikincidə nə oldu? A variantı. Gəlirəm bura. B2, Y9 diapazonunda neçə sütun var? Bax, burada 3 dənə sual soruşa bilər. Sütun sayını soruşa bilər, sətir sayını soruşa bilər, bir də xana sayını soruşa bilər. Bax, sütun sayı deyirsə, biz B-dən sayırıq. B, C, D, Y. Adi bir əlifba. Neçə dənə sütunumuz var? 4 dənə mənim nəyim var? Sütunum var. Amma mənə desəydi neçə dənə sətrim var? 9-dan 2-ni çıxacaqdım, 7, üstünə 1 gələcəkdim, 8 dənə. Yəni sondan əvvəl çıxıb üstünə 1 gəlsən. 8 dənə mənim sətrim var. Ümumi xananı soruşsaydı 8-i 4-ə vuracaqdım, ümumi 32-dən xana eləyəcəkdi. Bizə sütunu soruşur deyə mən Y variantını götürürəm. Gəldim 4-cü suala. Yazır ki, USB nədir? USB ümumi olaraq universal portdur. Yəni çox şeyləri USB vasitəsilə qoşmaq olar. Universal bir portdur. Biz məsəl üçün paralel port LPT-dir. Paralel port LPT. Özünə birləşdirir printerinə skayneri. Məsəl üçün bir də soruşa bilər ardıcıl port hansıdır? Ardıcıl port COM-dur. KOM. COM da ardıcıl portdur. Gəlirəm 5-ci suala. Ctrl Enter düymə kombinasiyasının basıldıqda nə baş verir? Təbii ki, bu mətn söhbəti gedirsə, deməli Word proqramından gedir. Əslində normalda yanında belə Word falan yazırlar, indi bunda yazmayıblar. Da gəlirəm bura, məsəl üçün bir dənə sənədimdir. Və burada saxlamışam, burada saxlamışam. Ctrl Enter düyməsini vururam. Baxın gör nə baş verir. Səhifə nə edir? Bax, insertdə blank page görürsüz. Bax, eyni işi görür.
Deməli, nə edirmiş? Mətni yeni səhifədən başladırmış. Yəni A variantı. Utilitlərin yerinə yetirdikləri funksiyalar hansılardır? İşte utilitlər bilirik ki, hansılara aiddir? Servis proqramlarına aiddir. Utilitlərdən biz hansını tanıyırıq? Disk defraqmentasiya. Yəni diskin optimallaşdırılmasını, səpələnmə deməkdir. Bax yazıram. Qubla bunu Word-da mən səliqəli şəkildə yazıram. Baxın. Disk defraqmentasiya. Bu səpələnmə demək. Səpələnmə. Yəni biz ümumi olaraq optimallaşdırma deyəndə, yəni səpələnmiş faylları bir yerə optimallaşdırma belə deyək. Sonra biz utilitlərdən tanıyırıq. Məsəl üçün backup var. Ehtiyat nüsxə yaradır. Scan disk var. Disk və disketdəki səhvləri tapır. Disk və disketdəki scan edirlər. Disk və disketdəki səhvləri tapır. Sonra misal üçün var. Scan disk drive space var. Space nədir? Boşluq. Əlavə tutum üçün yer açır. Əlavə informasiya tutumunu artırmağa kömək edir. Baxaq görək burada nədir? Rəsmlərin yaradılması təbii ki, səhvdir. Disklərin sürətinin yaradılması, ehtiyat nüsxə dedim, sürətin yaradılması backup-a aid idi. Deməli, ikinci variant düzdür. Arxivlərin yaradılması, yenilənməsi. Burada baxaq görək variantlarda nə var? 2-ni verib. 2 olmayan variantları çıxıram. A-nı çıxıram, B-ni çıxıram. Disk formatlaşdırılması və defraqmentasiya. Bu da düzdür. 2 ilə 6 düz variantdır. Bunu da çıxıram. Qaldım 2, 3, 6, bir də 2, 4, 6. Gəlin baxaq. 236 bizə nə deyir? Arxivlərin yaradılması və yenilənməsi bu düzdür. Yəni servis proqramlarına aiddir. İlkin proqramı bütövlükdə maşın dilinə çevirir. Bu başqa bir şeydir. Olar kompilatordur. Bu misal üçün baxın. Bu misal üçün kompilatordur. Tərcümə edir. Misal üçün biz translator deyilən bir anlayış bilirik. Translator nə edir? Maşın dilinə çevirir. O iki dənə hissədən ibarət olur. Bir interpreter, bir də kompilator. Kompilator da ümumilikdə çevirir. Yadınızda demişdim, belə saxlayın. Komple sözü var. Ümumi çevirmək. Kompilator elədir. Burada cavab olacaq 2, 3, 6 D variantı. Vektorizator nədir? Vektorizator odur ki, raster qrafikasını vektora, vektorda rastra çevirmək üçün istifadə olunan bir proqramdır. CorelDRAW vektor qrafikasına aiddir. Adobe Illustration vektora aiddir. Bu da Adobe Stripline. Bu vektorizator proqramıdır. Photoshop nədir? Demişdim, tərkibində foto sözü varsa, P ilə başlayan sözlər varsa, paintdir, fotodur və bu tipli sözlər varsa, bunlar raster'a aiddir. Və bunlar vektordur, bunlar rasterdir. Bu da rasterdir. Bizdə onda cavab olacaq C variantı. Adobe Streamline. Müxtəlif topologiyalı eyni protokol olduqda, şöyle burada söhbət gedir nədən? Bridge-dən, yəni körpüdən. Əgər yox, müxtəlif topologiyalı, müxtəlif protokollu desəydi, onda gedirdim söhbət routerdan. İkisi də müxtəlif söz olsaydı, onda söhbət routerdan gedirdi. Amma müxtəlif topologiyalı eyni protokollu dersək, bridge-dən söhbət gedir. Gəlirəm 9-cu suala. Verilənlər bazasında verilmiş şərtlər əsasında seçimi həyata keçirmək üçün istifadə olunur. Baxın uşaqlar. Məsəl üçün, çap üçün hesabat, report, məsəl üçün, verilənləri çap eləmək üçün. Məsəl üçün, makros nədir? Verilənlər əmrlərini rahat, məsəl üçün, bir neçə görə biləcək əmrləri hamısını bir düyməyə sığışdırırsan. Məsəl üçün, 5 dənə əməliyyat eləyəsən, bundan sonra kopyalayarsan, yapışdırasan, geri qaytarasan, bunlar hamısını bir düyməyə sığışdıran makrosdur. Bizdə verilənlər bazasına şərtlər əsasında seçmək sorğudur. Yəni, bu sorğu nədir? Bizim primitiv bildiyimiz filtrləri var Excel-də. Məsələn, Excel-də sorğu versən ki, filan söz tap, avtomatik tap. Deyir, akses verilənlər bazası hansı modelə uyğundur? Şolar, baxın, modellər var, iyerarxik, obyekt yönlü, relyasiya modeli, bir də var şəbəkə modeli. Bax, biz iyerarxiya modeli ağacvari struktura aiddir. Misal üçün, bax, belə C diski olur. Yəni, faylların quruluşu iyerarxiya quruluşuna aiddir. Amma cədvəllər hamısı relyasiya formasına aiddir. Yəni, onda olacaq cavab bax. Yəni, cədvəl də bizim bildiyimiz nisbət sözü, misal üçün, Access-də cədvəl deməkdir. Söhbət qayda olaraq bu gedir. Gəlirəm 11-ci sualadır. Arxiv faylları hansılardır? Hansı fayl arxiv faylıdır? Sonra arxiv fayllar deyəndə biz WinRAR-ları nəzərdə tuturuq da. Faylları neyinir? Sıxır və onlardan sonra misal üçün, müəyyən bir yaddaşda yer ayırır. Nə cürə? Misal üçün, yaddaş həcmi çoxdur, onları sıxır, həcmini kiçildir. Deyir, baxaq görə burada deyir, müxtəlif proqram ölçüsü azaldılmış və məzmunu dəyişdirilmiş fayllar. Məzmunu dəyişmir. Məzmunu xüsusi algoritmə dəyişdirilmiş. Xeyr.
Müəyyən proqramla sıxılmış və sonradan istifadə üçün saxlanılan fayllardır. Elə C variantı ən düzgündür. Gəlirəm 12-ci suala. 12-ci sualda deyir ki, mətn prosesləri aşağıdakı mətnlər yığılmışdır. Və burada görürsünüz nə göstərir? Number of column row-nu verməyib. Yəni deməli məndən olmayacaq. Ancaq məsəl üçün deyir ki, row-nu 4 sətir, buranı boz rəngdə verib. Avtomatik və ayrıcı nöqtəli vergül verib. Gəlin baxaq görək burada cavab nə ola bilər. 13-cü sualda. Hə, baxın, şəhərdir, malın adı ay satılıb, düzdür? Bax, şəhər, malın adı ay satılıb. Bizə biz misal üçün sətr düzəldəndə belədir, sütun düzəldəndə belədir də, düzdürmü? Bizə lazımdır ki, 4 dənə bir dəqiqə gözləyin. Mətn prosesorunda mətn yığılmışdır. Şəhər malın adı ay satılıb, Bakı boşluq yanvar 5. Convert to text table dialoq pəncərəsi əmri yerinə yetirilməsindən sonra alınan cədvəlin ikinci sütunda hansı olar? Hə, şu olar. Baxın. 4 dənə belə bir şəhər adı. Birinci gəlir şəhər, ikinciyə gəlir malın adı, üçüncüyə gəlir ay, dördüncüyə gəlir satılıb. Bax, belə bir formadır. Deyir ki, ikinci sütun. İkinci sütun hardan başlayır? Malın adı. Ayrıcı deyir nədir? Nöqtəli vergül. Malın adının altına nə gəlir? Boşluq gəlir. Malın adının altında boşluq görə harda var? Malın adı altında boşluq. Elə bir dənə C variantında var. Malın adı boşluq. Sonra ikinci gələn tərəf nədir? Stuldur. Stulda da var. Bir dənə masada var. Deməli, malın adı boşluq, stul, masa. C variantı düzgündür. Gəlirəm bura. File Explorer proqram pəncərəsinin sol kənarında asvari strukturunda aşağıdakı göstərilən qovluqlar strukturun yaranması üçün yerinə yetirilən əməliyyatlar ardıcılını müəyyən edin. Gəlin baxaq görək. Baxın, magistratura, informatika, məntiq, təhlil müəllimlərin işə qəbulu. Bu bizdən nə edəcək? Birinci gəlin şərtləri oxuyaq. Ən birinci nə deyir? Ən birinci nə deyir? Baxaq gör neçə ilə başlayaq. Bax, 5 ilə başlaya da bilərik, 4 ilə. Birinci magistratura qovluğu yaranır da. Birinci magistratura, ən başlı qovluq magistratura qovluğudur. Magistratura qovluğu yaranır və magistratura qovluğuna daxil oluram. Gəl başlayaq. Magistratura qovluğunu yaradın. Sonra müəllimlərin bir dəqiqə magistratura qovluğu var, bir də bu var. Gəl buradan başlayalım. Müəllimlərin qovluğu ilə başlıq qovluğu yaradın. Sonra magistratura qovluğunu yaradın. Birinci magistratura qovluğu yarandığı üçün biz nə ilə başlayaq? Magistratura qovluğunu yaradaq. Birində bundan da bu getdi, A getdi, D getdi, Y getdi. Qaldım B ilə C arasında. Sonra informatika qovluğunu deyir yaradın. Sonra məntiq qovluğunu yaradın. Sonra neyinin? 4, 2, 6 məntiq qovluğunu açın. Təhlil qovluğunu yaradın. Sonra müəllimlər işə qəbulu qovluğunu yaradın. Amma burada belə də ola bilər. Magistratura qovluğunu yaratdı. Bəs burada magistratura qovluğunu yaradandan sonra magistratura qovluğunu açmalıyıq axı. Burada bu ardıcıl olmalıydı. Magistratura qovluğunu yaradıb, ondan sonra informatika qovluğunu yaradan varam. Gərək içinə girim. Onda ki olar, baxın, birinci magistratura qovluğunu yaradıb bu adam, sonra müəllimdən işə qəbul qovluğunu yaradıb. Sonra magistratura qovluğuna daxil olub. Baxın, magistratura qovluğunu açın. Yəni birinci belə olmalıdır. 4, 5, 3 belə gələcək. Hə, C variantı. Bu bildiyiniz nətər olub? Baxın, bu da əslində düz oxşayırdı. Və magistratura qovluğunu yaratdım. Sonra magistratura qovluğunu açıb sonra informatika qovluğunu yarada bilərəm də. Mən magistratura qovluğunun içindədir axı, baxın. Bu qabaqda gəlir, bu bundan sonra gəlir. Yəni bu bundan asılı vəziyyətdədir. Onda cavab olacaq C variantı. Slayda hansı obyekti əlavə etdikdə ribbon istifadəsi interfeysində format aləti tabı yaranmır. Uşaqlar, baxın. Biz burada e, format. Demək, biz Equations'da, Smart Art'da, Chart'da, Word Art'da hamısında format tabı yaranır. Biz əgər Word table yaradırıqsa, table'da mən demişəm 2 dənə menü açır. Design menüsü ilə layout menüsü. Bu 2 dənə menü yaranır. İndi əslində köhnə versiyalarda Equations yaradanda elə Equations'un özü açılır. Amma indi təzə məsələn ofis proqramlarında format tabı kimdə göstərə bilir. Yəni format tabı açılır. Yəni burada table yaradanda 2 dənə link tabı açılır. Designla layout. Əgər sizə misalda düşsə ki, hansı tabları, məsələn hansını açanda designla layout menüsü açılır, deməli C variantı. Table. Bizə burada yaranmır deyir, ona görə table götürürəm B variantı. Gəlirəm 15. Deyir, slayd obyektlərinə verilmiş animasiya effektlərindən biri start formalar hansına aid deyil. Başla formalarına hansına aid deyil. Gəlin baxaq. Bax, PowerPoint-ə girirəm. Birinci slow with previews. Sonra gəlir.
Slow, medium, fast. Biz previous, on click, after previous bunlar var. Gəlin görsəlim baxın. Bax. Bir dəqiqə. Bir dənə İsmail olsun. Nə bu yaradar? Var bir dənə. Bunları verək. Baxın indi. Buranı görsünüz. On click. Bax, on click. Biz previous, after previous. Yəni bu əvvəl gəlsin, sonra gəlsin. Yəni bundan qabaq bu gəlsin, hansı gəlsin onları təyin edirik. Once tabda yerləşir. Gəlin baxaq. Bax burada göstərəcək. Timing tabında yerləşir. Timing. Animations'ın timingində. Burada bizə görsənir. Burada götürəcəyik onda biz nəyi? After, on click, with previous, after previous-u çıxacaq. Yerdə qalan cavablar düzgündür. 1, 4, 6. Yəni bunlar yaranmır. B variantı. Dördüncü nəsil kompüter element bazası nələrdən ibarətdir? Bu 2024-ün də qəbul imtahanına düşmüşdü. 2024-də bizdə nə idi? Misal üçün tutaq ki, tələbələr 2024-cü ildə belə işləmişdilər. Orada misal üçün soruşa bilər ki, element bazası fərdi kompüterlərdən, misal üçün daha doğrusu belə deyək də, misal üçün birinci nəsillərdə periferik qurğulardır. İkincidə maqnit lenti, maqnit diski, bax bu yöndə gedir. Sonra deyir ki, dördüncü nəsil kompüter element bazası nələrdir? Üçüncü nəsildə integral sxemlərdir. Dördüncü nəsildə böyük və yaxud da ki, çox böyük integral sxemlərdir. 16-da cavab olacaq ümumi olaraq A variantı. Dostum, birinci nəsildə nədir? Elektron vakuum lampalar. İkinci nəsildə nədir? Transverlər, yəni yarım keçirici diodlar. Üçüncü nəsildə integral sxemlər. Dördüncü nəsildə də böyük və yaxud da ki, çox böyük integral sxemlər. Deyir, aşağıdakılardan hansı internetdə reklam yerləşdirmə məqsədi ilə istifadə olunur? 17-ci sual maraqlıdır. Uşaqlar, baxın, internetdə reklam yerləşdirirsiniz, bu bannerdir. Bannerdir. Server kompüterdir. Domen bizim bildiyimiz .az, .ru, .com, bunlar hamısı domendir. Servis heç nədə servis proqramları, bunları da nəzərdə tuta bilərsiniz. Bəs cookie nədir? Cookie də biz nədir? Biz girəndə orada bizdən istəyirik, misal üçün yaddaşa verin, yaddaşda saxlayın. Yəni, hansısa bir təlimatları bizə göstərən cookiedir. Amma reklam yerləşdirmək üçün istifadə olunan bannerdir. Cookie banner anlayışda var, amma elə burada cavabı götürəcəyik banner. 17 olacaq cavabımız E variantı. Gələcəm elektron cədvəldə A1 xanasını bu düstur yazılmışdır. A1 xanası B2 xanasına köçürdükdə hansı düstur yaranır? Bax, A1-dən B2-yə keçəndə sütun bir dəfə artır, sətr bir dəfə artır. D-ni bir dəfə artıranda nə olur? A, B, C, D, Y. 3-ü bir dəfə artıranda nə olur? 4 olur. Çıxaq. Qabağında işarə, misal üçün dollar işarəsi var. Baxın. Tutaq ki, sizdən soruşa bilər dollar işarəsində nisbi xana, mütləq xana, bir də qarşı xana. Bax, A3 nisbi xanadır. A dollar 3 qarşı xanadır. Misal üçün dollar A, dollar 3 mütləq xanadır. Biz indi dollar qabağına qoyub deyə bu dəyişməyəcək. Dollar D. Biz dedik ki, sətr bir dəfə də nə etməlidir? Artmalıdır. Sətr də olacaq D3. Y4 çıxsın D dollar 3. Cavab olacaq A variantı. İş kitabının iş vərəqlərini silmək üçün hansı lent kitabına istifadə etmək olar? 19-cu sualda Excel ilə bağlı. Gəlin baxaq görək. Misal üçün iş vərəqlərini silmək istəsəm. Mən tutaq ki, bir dənə Excel-ə girirəm. Bax, burada baxıram ki, mən bir dənə hansısa bir, misal üçün, şiti silmək istəyirəm. İş vərəqləri odur. Və bunu silmək istəyirəm. Bunu üstə sağ düyməni belə vursam, burada da gəlir. Kontekst menüsündə də delete gəlir. Burayla, bu kontekst menüsünlə formatın içi demək olar ki, eynidir. Bax, formata da daxil olsam. Bu delete də var. Delete sheet, daha doğrusu. Delete sheet row. Bax, delete sheet. Delete sheet column. Delete sheet. Bax, ümumi sheet-i silə bilərik. Delete-dən. Home tabında SalesLens qrupunda. Bax, görə burada formatın içində var bunu. Baxaq, hide, unhide bunlar yoxdur. Yox, bunlar yoxdur. Bax, delete'in əmrinin içindən, delete əmrinin. Sonra nə? Burada olacaq cavab home. Yəni Y variantı. Deyir ki, 100 kilit say sistemindədir. Bunun kilit say sistemindən gəlin.
İkili say sistemində hesablayın. Cəmli deyil, ikili say sistemində hesablayın. Sonra gəlin bunu onluğa keçirdək. Sonra bunu təzədən ikiliyə keçirdək. Bax 110. Düzdür, bu ikili say sistemindədir. Bunu onluğa keçirdəndə nə cür olur? Yuxarıdan nömrəliysiniz 0, 1, 2. Yəni 1 vuraq 2 üstü 2, 4. Üstə gələk 1 vuraq 2 üstü 1, 2. Beləcə 6 rəqəmin özü. 14, 16-lıq say sistemində. Baxın, 14, 16-lıq say sistemində. Bura 0 yazıram, bura 1 yazıram. Gətirəm, bax. 16 üstü 1, 16. Üstə gələk. 4 vurulsun, 16 üstü 0. O da eləcək 4-ün özü. Bu da eləcək 20. 20 buradan, 26 üstə gələk 25. Bura görə cavab neçə eləyəcək? 45, 51. Bunu 2-yə bölə-bölə də gedə bilərsiniz. Amma mən bunu daha rahat yolu nətər edirəm çox vaxtı. 2-nin hansı qüvvətinə yaxındır? 2 üstü 5-ə, yəni 32. Üstə gələ, 32-ün üstə necə gələ bilərəm? 16 gələ bilərəm, gələ bilərəm. 2 üstü 4. Üstə gələ bilərəm. Bir də nə gələ bilərəm? 48 edir, 3 gələ bilərəm. Bunda 2 üstü 1 plus 2 üstü 0 kimi yaza bilərəm. Düzdür? Sonra başlayıram nömrələməyə. 5 var, var. 4 var, var. 3 yoxdur, 2 yoxdur. 1 var, var. 0 var, var. Yəni 11, 0, 0, 1, 1. Yəni nə hansı variant? D variantı. Aşağıdakılardan hansı page setup dialoq pəncərəsinə məxsus pəncərə alətlərindən deyildir? Gəlin baxaq. Görək hansı proqram deyir? Word proqramıdır. Page setup-a aid deyil. Gəlin page setup-a daxil olaq. Layout-da page setup. Baxıram ki, burada nə var? Burada margins var, var. Görürəm. Sol sağ boşluqlarını təyin edir. Layout görək var. Baxaq, 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 baxaq. Burada layout görürük. Neçənci sual idi? Yəni baxın. 21-ci sual. Düzdür, baxaq görək. Margins var, var. Layout. Layout da. Bax, burada bir dəqiqə, bir dəqiqə. Page setup lent qrupuna deyir, aid deyil. Orientasiya margins. Columns. Birinci konkret yoxdur. Bir düzdür. Sonra size ölçü var. 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 Bu da var. Bu da getdi. Paper kağız var. Size çok görmürəm ki burada. Size var. Deməli burada 1 yoxdur uşaqlar. Orientasiya var. 3 yoxdur. Bir də 5 yoxdur. Səhv eləmədiksə cavab 1, 3, 5-dir. Səhv eləmədiksə. Aşağıdakılardan hansılar page setup dialoq pəncərəsinə məxsus pəncərə əlavələri tab vərəqləri deyildir? Orientation var. Və burada var da. Hə. Uşaqlar indi qulaq asın bir dəqiqə. Burada bunu demirik. Bu burada pis nə deyir? Hə, baxın bu burada deyir ki, burada deyir ki, bura girdim. Bura girdim. Bax page setup'ın margins, paper layout bax bunu soruşur bizdən. Deyir məxsusi pəncərə əlavələri. Məxsusi pəncərə əlavələri bura giririk. Burada görürsünüz, nə görürsünüz? Margins görürsünüz, paper görürsünüz, layout görürsünüz. Bu 3 dənəsini görürsünüz. Deməli, margins var, paper var, layout var. Deməli, olacaq cavab burada 1, 4 və bunu bir dənə silim. O biraz pis izah verdik, gözlüyümüzü dəqiqə. Mən də bildim ki, PayPal-in içində nələr var, onu soruşur. Soruşur ki, qardaş, bax, Page Setup dialoq pəncərəsi. Dialoq pəncərəsi deyəndə yadınızda qalsın, buranı nəzərdə tutun. Bax, fontun dialoq pəncərəsi budur. Hər şeyin dialoq pəncərəsi var, belə açır. Deyir, fontun dialoq pəncərəsi nə asılır? Fontdan advanced. Deyir, Page Setup'ın dialoq pəncərəsində nələr var? Margins var, paper var, layout var. Bu üçü var. Margins, paper, layout. Bunu çıxıram. Yerdə qalan 1, 4, 6 yoxdur. İş masasının fon şəklini ekranda hansı rejimlərdə yerləşdirmək olar? Gəlin qoyaq. Və tutaq ki, mən arxa fona şəkil qoyuram, sağ düymə. Burada personalize deyilən bir bölmə var. Personalize-da daxil oluram. Personalize daxil olanda, bax burada choose a fit, uyğunlaşdırmaq. Bax görə hansılar var burada? Bir dəqiqə. Fill var, fit var, strange var, tile var, center var. Hemen bunu buradan yığışdırım. Fill, fit, strange, tile, center, span. Bax bunlar var. Diqqətlə baxaq. Fill, fit, strange, tile, center, span.
Bunlar var. Bizim də bunlar olmayan varianta çıxacaq. Can görə bunlar olmayan variant hansıdır? Dəqiqə. Ha, bunda girməmişəm, bunda girmişəm. Biz baxdıq, şu hansılar var idi? Yox, biz olanları istəyirik. Birinci baxacağım. Bir var idi, var idi. List details. Belə bir anlayış yox. Strange var idi, var idi. 5 var idi, yox idi. Tile var idi, var idi. Span var idi, bəli, var idi. Deməli, cavab olacaq 1, 4. Fili verməmişdim. 1, 4, 6, 7. Bizdən bunu soruşurdu. Bax, sağ düymədə personalize-da burada yerləşənləri soruşurdu. Hansılar var, onları soruşurdu. Choose a fit-də. Strange, fill, fit, strange, tile, center, span. Bunlar var imiş. Əla. İndi gəlirəm ki, onlar başqa nə? Digər suala keçək. Burada yazıb ki, burada yazıb ki, sürəti bu olan modemin buraxılma qabiliyyəti 8800 bps-dir. Analoq siqnalların həcmi nə qədərdir? Uşaqlar, siz bu düsturu bilməlisiniz. Həcm S bərabərdir VT. Sürəti zamana vursan, düzdürmü? Biz adi həcmi tapanda da burada da belədir. Bod bərabər BPS bərabərdir. B, P-sı bərabərdir. Yəni bu buraxılma qabiliyyəti həcmidir də belə deyək. Bod vuraq bit. BPS bərabərdir. Bod vur bit. 8800 bərabərdir. 2400 vuraq x. Onu da yəqin ki, yerinə qoyanda x-i 4 hamı tapa bilər. X neçə olacaq? 4. 23-də cavab olacaq 4. Gəlirəm uşaqlar bura. Deyir, algoritm yerinə yetirilməsi əsasında A-nın aldığı qiyməti müəyyənləşdirin. Bu algoritmdə, bax, misal üçün, bir var, e, misal üçün, burada şərt bloku öndə gələndə bu ön şərtlidir. Şərt bloku sonradan gələndə bu son şərtli olur. Bir də belə bir şey var. Misal üçün, deyir ki, qardaş, bax, bu tam budaqlanmayıb. Çünki nəticə verməyib. Daha hərdə bir nəticə verməyib. Gəlir deyir ki, algoritm yerinə yetirilməsi əsasında A-nın qiymətini müəyyən edin. Gəlin baxaq. B1 4-dür. B1 4-dür. Yox. A var, B 4-dür. Gəlirəm burada A-nın yerinə A vuraq 10 qoyuram. A olacaq 10. Hə, hə. Sonra birinci bunu verir. Birinci bunu verir. Bura gəlirəm. Bax, bura gəlirəm. Birinci, hə, bu son şərtli olduğu üçün, bax, buradan baxıram. Bax, birinci buna baxıram. A bərabərdir 1, B bərabərdir 4. B bərabərdir 1-dir, yox. Bir dəqiqə. Biz bu birinci buradan başlayaq. Birinci bu misal üçün bundan baxaq. A-nın yerinə 1 qoydum, bura 10 olur. B onda neçə olur? 3 olur. A-nın yerinə 10 qoyanda A neçə olur? 100 olur. B neçə olur? 2 olur. B-nin yerinə 1 qoyanda 100-də ona vuranda cavab neçə eləyir? 1000 eləyir. Bizə nəyə soruşur? A-nın qiymətini soruşur da. Bəli, 1000. Hı. Gəlin baxaq görək bunun birinci neynədik? B bərabərdir 1-dir. Yox. A-nın yerinə 1 qoydum. 1-i qoyanda bura 10 eləyir. B-nin yerinə 4-ü qoydum. Bura 3 elədi. Düzdürmü? 3-ü qoyuram. Gəldim bura baxdım. A-nın yerinə 10, B-nin yerinə 3 qoydum. Sonra B-nin yerinə 2-ni qoyuram. Çünki bir dənə azalır axı. A10, B2 olanda, misal üçün A 10 idi, onu ona vuranda 100 eləyir. B-ni yerinə 2 qoydum. Təzədən 2-dən 1-i çıxıram, yenə 1 qalır. 1 olanda da elə bil bu 3 dəfə təkrarlanır. Bir dəfə 10 olur, bir dəfə 100 olur, 10 olur. Bir dəfə 100 olur, bir dəfə də 1000 olur. Şu 3 dəfə dövr təkrarlandı. Cavab da 1000 oldu. Sonra bu misal eləyirsiniz. Sadəcə şərtə baxsız, ödəmədisə şey baxsın. Misal üçün gəlsin bu misal ödəmədisə, misal şərt ödəmədisə hər dəfə qayıtsız. Belə dövr eləyirsiniz. Bir də uşaqlar modifikasiyalı deyilən bir anlayış var. Orada dövrün şəkli başqa olur. Bax belə olur. 3 dənəlik olur. Modifikasiyalı dövr desə hansılardır? O belədir. Burada 3 dənəlik olur. I, step, stop. Misal üçün bax belə 3 dənəlik olur. Qabaqda misalda çıxacaq qarşımıza görəsiniz. Modifikasiyalı deyil dövr deyəndə misal üçün bu dövr işarəsi romb şəklində olmur. Tamam fərqli bax belə 3 dənəlik olur. Modifikasiyalı dövr hansıdır? Bax belə olur. Yaxşı, gəlirəm bura. Unicode standartına yığılmış mətn olan simvol sayını və mətnin həcminə görə uyğunlaşdırın. Biz ASCII deyəndə 1 bayt, Unicode deyəndə 2 bayta vururuq. 5 son 2 dənə simvol varsa 2-yə vuranda 24 bayt edir. 24 bayt. Baxıram ki, harda var? D variantında. Amma tələsif D-nı birinci həmişə götürməyin də. Sonra baxın ki,
Byte-dandır. Bunu bitə çevirəndə nə etməliyəm? 8-ə vurmalıyam. 8-də də vuranda 8192 bit edir. DA birinci varianta gəlir. 1792 simvol. Biz bunu neçəyə vuracağıq? Baxıram ki, bu 2-yə vuranda 2 bayta vururam. 2 bayta vuranda nə qədər eləyəcək? 2-yə vura bilərəm. Gəlin birinci bunu deyim, sonra buna baxaq. 2048 simvol var. Deməli, mən bunu 2 bayta vuranda eləyir 4096 bayt. 4096 bayt yoxsa bunu bitə çevirəcəyik. Avtomatik bir-birinə vurasınız. Gəlin birə gələcək, onda aynen D. 4096 bayt idi. Bunu vurmağa əl edirəm. 4096-ın 8-ə vuranda nə qədər eləyər? Axır 8 ilə qutaran rəqəm Y variantında da. Demək birinciyə aid olacaq uşaqlar. Baxın. Birinciyə aid olacaq. Bir dənə buranı silim. Tam korladım. 4096-ın 8-ə vuranda axırı 8 ilə qutaran bir rəqəm olmalıdır. Y variantı gələcək. 32768. Bunu indi özünüz hesaplayarsınız da bu sadədir. 512-ni 2-yə vurursunuz, 192-ni 2-yə vurursunuz. Bir də kilobayta falan da fikir verin. Kilobayta deyəndə də misal üçün 213-ə vurasınız. Qayda olaraq budur. Bura qədər kimsə sualı var uşaqlar? Nəyisə başa düşməyən, nə bilim, ya test-tez izah verdim, onu başa düşməyən. Bir baxaq görə kimlər var. Burada tələbələrimiz buradadır. Bura qədər nəsə bir anlaşılmayan bir şey varsa sualınızı verə bilərsiniz. Rekordu bir dənə dayandırıram. Değil müəllim,